Biz bilirik ki, ingilis dilində yatmaq sleep deməkdir. Bəs yatmaq sözünü başqa hansı idiomlarla əvəz edə bilərik? Yatmağın da müxtəlif növləri var. Bunlardan birini idiomla ifadə etsək, məsələn, hit the sack. Hit the sack nə deməkdir və ya hit the hay şəklində də görə bilərsiniz. Hər ikisinin mənası yatmağa getmək deməkdir. Məsələn, I'm so tired, I'm going to hit the sack. Yəni, çox yorğunam, yatmağa gedirəm. To sleep də deyə bilərdi, hit the sack-ın yerinə. Amma daha ifadəli, daha native English kimi səslənmək üçün hit the sack ifadəsindən istifadə edə bilərik. İkinci ifadə, sleep like a log. Bu nə deməkdir? Yəni, çox möhkəm yatmaq, daş kimi yatmaq. Yəni, çətin oyanılmaq nəticədə. Məsələn, she slept like a log last night. O, keçən axşam çox möhkəm yatdı, yəni daş kimi yatdı. Yuxudan oyatmaq onu olmurdu mənasında. Qısa müddət yatmaq, mürgüləmək bilirik ki, nap. Amma idiom kimi catch some Z's. Catch some Z's. Bu da maraqlı bir idiomdur. Yəni, qısa müddət yatmaq, mürgüləmək. Məsələn, I need to catch some Z's before the meeting. Yəni, görüşdən qabaq gərək biraz mürgülüyüm. Bəs ingilis dilində necə deyərik? Gözünə yuxu getməmək, heç yata bilməmək. Not sleep a wink. Not sleep a wink. Nə deməkdir? Yəni bir gözünü yuma bilməmək. Wink əslində nə deməkdir? Göz vurmaq mənasında. Gözün açılıb yumulması da belə deyək. Yəni, heç gözümü yuma bilmədim mənasında necə deyərik cümləni? Belə deyərik, I didn't sleep a wink last night. Yəni, keçən axşam heç gözümü yuma bilmədim. Gözümə yuxu getmədi mənasında. Not sleep a wink. Gözünə yuxu getməmək, yata bilməmək. Belə bir ifadə də var ingilis dilində, burn the midnight oil. Bu isə yatmamaq deməkdir. Amma necə yatmamaq? Gecə yarıya qədər oxumaq və ya işləmək, ona görə yatmamaq. Məsələn, he burned the midnight oil to finish the project. Yəni, o, proyekti bitirmək üçün gecə yarıya qədər işlədi, yatmadı. 40 winks deyilən bir ifadə də var. 40 winks. Hərfi tərcümədə 40 gözü yumub açmaq, göz vurmaq kimi 40 dənə. Mənası isə, əsl mənası qısa şəkildə bir mürgüləmək, yuxulamaq, çox az müddətdə. Məsələn, I just need 40 winks after lunch. Yəni, mən nahardan sonra gərək biraz yatım. Gözümə yuxu getsin biraz, mürgülüyüm. Yuxumu alım və yaxud da gözümün acısını atım mı deyim, belə bir ifadələr də var bizdə. Onun kimidir bu, 40 winks ifadəsi də. Bəs ingilis dilində həddindən artıq yatmağı necə deyərik? Oversleep. Oversleep. Ümumiyyətlə, over hər hansı bir feilin qabağında varsa, o artıq nəyinsə həddən artıq çox olduğunu bildirir. Məsələn, I overslept and missed the bus. Yəni, mən həddən artıq çox yatdım və avtobusu qaçırtdım. Avtobus çıxıb getdi.